Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə belə bir runner deyərdik. Toxunuşunu göstərəcəm. Deməli, bunun mən sizə iki variantını göstərirəm. E, Bir kiçik forması, bir böyük forması. Deməli, hər ikisini izah edib, daha sonra birinin üstündə göstərəcəm. Deməli, bunun bu kiçiyi əvvəl 6 ilmə toxudum. Daha sonra onun hər birinin üstündən 2 dənə gedərək 12 ilmə elədim. Deməli, bu 12-lidir. Ancaq bunu 12 dənə götürdüm. Onun üstündən hər birinin üstündən 2 dənə götürərək 24 ilmənin üstündə toxudum. Bu böyük variantı, böyük forması. Bu isə kiçik formasıdır. Toxunuş forması eynidir. Heç bir fərqi yoxdur. Ancaq ilmələrinin sayına görə, böyüklüyü ilmələrinin sayına görədir. Hər ikisi eyni formadadır. İstəsəniz 24 dənənin üstündə toxuya bilərsiniz. İstəsəniz 12 dənənin üstündə toxuya bilərsiniz. İstəsəniz bu 24-dən daha da böyük eləmək üçün ilmələrin sayını artırırsınız sadəcə olaraq. Daha da böyük forma əmələ gəlir. Bunu məsələn 2 dənə toxuyub, bu qulpunu toxumadan 2 dənə toxuyub süfrənizə runner formasında, runner kimi istifadə formada, hər ikisinin formada qarşı-qarşıya qoyaraq çox gözəl formadır. Süfrənizə yaraşıq verər, qoya bilərsiniz. Necə istəsəniz, bir çox şeylərdə istifadə edə bilərsiniz. İstəsəniz güldanın altına altlıq olaraq güldanınızı qoya bilərsiniz. Böyük formasına, kiçik formasına fincanınızı qoya bilərsiniz. Fincan altlığı kimi çox gözəldir. Bir çox yerdə istifadə edə bilərsiniz. Ürəyiniz necə istəyər, o formada da istifadə edə bilərsiniz. Bu sizin istəyinizdən asılıdır. Toxunuşuna keçək. Xanımlar, deməli mən bu runner'ın kiçik variantını toxuyacağım sizin üçün. Burada 24 demək ilmədən ibarət idi. Mən 12 dənəli istifadə eləyəcəm. Bunun kiçik variantını toxuyacağım. Deməli onun üçün 6 deməli bu formada götürürük. Tam aydın şəkildə göstərim. Bu formada götürürəm. Buradan salıram, çıxartdım. Bir də çıxardıram. Bunu bənd eləyirəm bura. Daha sonra deməli 6 ədəd 1 2 3 çıxartdım və buradan 4 5 6 1 2 3 4 5 və 6. Deməli 6-cını birinci ilə birləşdirirəm bu formada. Deməli bunun baş tərəfindən saldım birincinin və bunu bu formada birləşdirdim. Birləşdirdim. Daha sonra deməli daha sonra bunu sıxarıq. Bunu dartıb sıxırıq. Bu formada. Deməli bu 6 dənənin hər birinin içindən 2 dəfə çıxırıq. Deməli bir dəfə çıxdım və bunu eləyirəm, salıram.
Hər bir boşluqdan 2 dəfə çıxardacağım. 2. Deməli keçirik bura. Buradan salırıq. 1. Bir daha və 2. 2 dəfə çıxdıq. Keçirik bu növbəti. Buradan salırıq. 1. Yenə də eyni yerə salırıq. Və 2. Keçirik növbəti. 1. Və eyni yerə salırıq. Və 2. Keçirik növbəti. 1 və eyni yerə salırıq. Və 2. Eyni yerə salırıq. Bir. İki. Ve sonuncu. Bir. Ve iki. Formada saldık. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Ve bunu buraya gelirik. Burada birincinin başından saldık. Bu formada. Bunu deməli keçirdirik. İçindən bu formada keçirdik. Birləşdirdik. Bu alttakini də sıxırıq. Daha da kiçildirik. Elədik. İndi 1, 2. 2 dəfə çıxdıq. Daha sonra çıxdıq. Bunu bir belə çeviririk bu formada. Bu hissəsindən birincidən. Birincinin içindən salırıq arxa qanatdan. Çıxartdıq bunu. Bir də demək növbəti boşluq haradısa ora salırıq. Saldıq bura. Saldıq. Deməli buradan da çıxardırıq. Birini də buradan çıxardırıq. Çıxartdıq. Oldu 3. Demək birincinin içindən bir dənə çıxardırıq. Daha sonra ikisini biri çıxardırıq. Daha sonra ikisini də bir çıxartdıq bu formada. Daha sonra bir dənə də tək çıxardırıq. Bunu belə çeviririk. Buradan görünür bunlar. Deməli bu sonuncu elədiyimiz qalır. Bunun içindən də çıxardırıq. Buradan. Buradan da çıxardırıq. Çalışın ki biraz çox sıx toxumayın. Mən biraz çox sıx eləmişəm. Ona görə çıxartmaq çətin olur mənim üçün. Çıxartdım. Və bunun dibdəkinin arxa qanadından salırıq. Bu formada. Arxa qanadından saldım. Buradan da çıxardıram. Bir dənə çıxartdım. Və növbəti boşluğa salıram. Növbəti boşluq buradadır. Buradan dibindən salıram. Buradan da çıxartdım. Deməli birincidən bir dəfə çıxardıram. İkincidən 2 dənə çıxardıram. Üçüncüdən 2 dənə çıxardıram. Bu formada və sonuncudan da çıxardıram. Və sonda
bir dənə artırıram. Hər dəfə 2-2 çıxardandan sonra birinci 1 çıxardırıq, 2-2 çıxandan sonra sonda bir dənə deməli zincir artırırıq. Və sonuncudan yox, onun aşağıkindən bir dəki götürdüm. Buradan görünür. Kənarından götürdüm. Kənarından götürdüm. Bu formada götürürük. Və dibdəkindən götürürük. Arxa qanadından götürürük. Ən birincinin arxa qanadından götürürük. Və indi buradan götürmüşdük. Keçirik növbətiyə. Növbəti də bu formada dibindən götürdüm. Bu formada. Demək, birincidən bir dənə çıxardıram. Daha sonra 2-2 çıxardıram. Bu formada. İkisin bir. İkisin bir. Bu formada. Eliyə gəlirik. Və qutardıq. Bir zincir çıxardırıq. Bu formada. Daha sonra bir daha sonuncu qalır. Buradan bir-bir yığa-yığa bu formada çıxardırıq. Gedirik. Bir daha başa gedirik. Bu formada. Bu formada hər birindən bir daha çıxardıq. Çıxardırıq. Və buradakindən də arxa qanadından, sonuncunun arxa qanadından çıxartdım. Və indi keçirəm növbəti. Növbətidən götürürəm. Bu formada. Deməli, birincidən bir dənə çıxardıram. Daha sonra 2-2 çıxarda gəlirəm. Bu formada. 2-2 çıxarda gəlirəm. Formada. Gəldim. Bitti. Daha sonra birini artırdım. Bu formada toxuya bura qədər gəlirik. Sona qədər gəlirik. Sonda gələndə, bura gələndə deməli toxuyuruq gəlirik. Sonuncudan sonra keçirik bu ilməyə. Bir daha birini də göstərim. Bu qaldı. Sonuncu. Bax, bir. Hər dəfə bir ilmə artır. Hər sırada bir ilmə artır. Böyüyə gedir. Bu formada bir daha göstərirəm. Sizin üçün çətin olmasın. Əgər balaca milçədə olanda deməli onu bir neçə milçəyə yığırlar. İndi biraz böyüyəndə ən sonuncuda mən sizə göstərəcəm necə eləmək lazımdır ki, bir milçə ilə çünki qurtarmaq olmur. Uzun milçə olsa da, qısa milçə olsa da bir neçə milçəyə yığmaq lazımdır. Gəldim. Deməli, sonuncunun arxa qanadından götürürəm. Formada götürdüm və növbəti keçirik növbəti. Növbəti başlıqdan da bu formada başından salırıq, çıxardırıq. Deməli, birinci bir dənə çıxartdım. Daha sonra hər birinin içindən, ikisinin içindən çıxırıq. Bu formada 1, 2. Salırıq, bir də 1, 2. Salırıq, 1, 2. Bu formada başa gedirik. 1, 2. Bu formada 1, 2. 2, 2, 2, 2 çıxa gəlirik ta ki başa. Gəldik başa.
Axırda bir dənə də çıxardırıq. Bu formada bura qədər gəlirik. Daha sonra sonda göstərik. Xanımlar, bunun sonuncu sırası deməli istəyirəm göstərim. Başlayırıq. Bunları bir-bir yığmağa milçəyə bir. Bu formada. Bu formada yığırıq. Bu biraz kiçikdir. Böyük olduğuna göre bunu 2 yox 3 ya da 4 milçəyə yığmaq lazımdır. Çünkü bir milçədə eləmək mümkün deyil. Bu milçə uzun olsa belə yığmaq mümkün deyil. Hamısını bir milçəyə yığmaq olmur. Bir hissəsini yığdım bura, məsələn. İkinci bir hissəsini də yığıram bura. Bu milçəyə sizə göstərirəm ki, böyük formada olanda necə eləmək lazımdır. Bu formada bunu da yığıram bura. Yığdım bura. Deməli, sona qədər gəlirəm. Bir dəqiqə. Sonucunu arxa qanadından götürdüm. Belə. Götürdüm. Daha sonra gəlirəm sonuncudan. Bu sonuncu qanad qaldı. Sonuncudan götürürəm. Götürdüm. Sonuncu, daha doğrusu bu sonuncunu bura götürək. Sonuncunu bura götürdüm. Deməli, burada bu formada bunun kimi eləmək istəyirəm. İstəsəniz eləməyə də bilərsiniz. Qoymaq istəmirsinizsə qoymaya bilərsiniz. 2 zincir çəkirik. 3 4 5 6 7 8 9 və 10. Baxıram görüm. 10 dənə bəs eləyər yəqin ki. Çox böyük. Bu böyüyə daha da böyük eləmək olar. 14 dənə eləmək olar. Buna 10 dənə məncə bəsdir. Bunu elədim. Eləyəndən sonra, qutarandan sonra ilk başladığım yerdən də bu formada eləyirəm. Götürdüm. Bunu bu formada düzəltdim. Bunu götürdüm. Buradan demək götürürəm. İkisinin içindən bu formada çıxardıram. Birincidən çıxartdım. Sonra da ilməni ikincinin də içindən çıxardım. İkisinin içindən çıxartdım. Bu formada birləşdirdim. Daha sonra bu ilməni keçirdirəm bu milçəyə. Bu yığdığım milçəyə. Oradan da başlayıram. Deməli 2-2 çıxartmağa. 2-2 çıxırıq. İkisini bir çıxdıq. Daha sonra bir ikisinin içindən çıxırıq. Daha sonra bir ikisinin içindən çıxırıq. Bu formada gəlirik. Başına doladıq. Hər dəfə bir də başına doluyuruq. Biraz çətin oldu mənə. Balaca olduğuna görə milçə çıxartmaq çətindir. İkisinin içindən çıxırıq. Götürdük. Başına doluyuruq. 1 2 başına doluyuruq.
formada 2 başına doladım. 2. Daha sonra keçirik bu bir milçiyə. Bu formada sona kadar gedirik. 2 2 çıxardırıq hər birinin içindən. İkisini keçirib çıxartdım. Başına doladım, ikisini çıxartdım. Başına doladım, ikisindən çıxartdım. Başına doladım, ikisindən çıxartdım. Bu formada uzun milçədə gördüğünüz kimi rahat olur. Ama kısa milçə olanda adamı çok incidir. Çalışın. Bu formada ya da ki kiçik milçəyi yığırsınızsa bir neçə milçəyi yığın. Ancaq mən əvvəl burada yığdığım kimi birinin üstüne çok yığmayın. Yoksa o adamı incidir. Bu formada 2-2 geldim. Sonuncudan da ve sonuncunu bir dənə də uzun eləyirəm. Burada forması, yarpaq formasını almaq üçün. Daha sonra onu mesela aşağı ilmələrdən belə keçirdiyib bu formada burada gizlədirik və kəsirik. Formada bunu burada daha sonra bu formada açırıq. Gördüğünüz kimi elimizle düzəldirik bu formada. Gördüğünüz kimi hazırdır. Deməli bu 12 əvvəl 6 elədik. Sonra 6'nın içindən hər birindən ikisini çıxardaraq 12 ilmənin üstündə elədik. Bunu 12 ilmək götürdük. 12'nin üstündən hər birindən 2 dənə götürərək 24 ilmə. Deməli bu bunun 2 qat böyük variantıdır. İstəsəniz bu formada eləyə bilərsiniz. İstəsəniz bu formada. Mən hər iki formada toxunuşunu sizə göstərdim. Ürəyiniz necə istəyir, necə böyüklükdə. Bunu böyüklüyünü artıra bilərsiniz. Daha da böyük eləyə bilərsiniz. Bundan da böyük eləyə bilərsiniz istəsəniz. Bu formada əgər əl işimi bəyəndinizsə like etmeyi unutmayın. Abone olmağı unutmayın. Abone olsanız zıngro işarəsini aktivləşdirsəniz işlərimdən ilk olaraq siz xəbərdar olarsınız. Gələcək işlərimdə görüşmək ümidilə hələlik.